Herkese salam, mən Murad, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə də biz jQuery dərslərindən davam edirik və bugünkü dərsimizdə biz burada adını yazdığım CSS metodları ilə, jQuery'də olan CSS metodları ilə tanış olacağıq. Onların istifadəsinə dair nümunələr görəcəyik. Vaxt itirmədən başlayaq. Birinci add classdır. Add class'ı xatırlayıramsa, əvvəlki dərslərimizdə biz öyrənmişdik, lakin bu dərsimizdə də bunu təkrar edək. Tutaq ki, bir P tagimiz var və onun içərisində jQuery yazılıb və bir dənə də style CSS-imizdə bir class yaradaq. Bu da olsun big font. Bunun font size 50 piksel olsun. Gördüyünüz kimi hər şey normaldır. İndi mən gəlirəm burada script CSS JS-də deyirəm ki buradan P-yə müraciət edirəm bu şəkildə və deyirəm ki add class big font. Artıq bu class sayəsində bizim bu yazımıza big font klassı əlavə olundu bu metod sayəsində. Bunun istifadəsi bu şəkildə. Daha sonra CSS metodu var. CSS metodu sizin elementə birbaşa CSS-nə müdaxilə etməyinizə yarayır. Necə ki var idi bizdə native JavaScript-də deyirdik ki get element by class name. Misal üçün big font yazıram hələlik. Sonra burada 0 yazırdıq. Nöqtə style yazırdıq. Bu şəkildə necə müraciət edirdiksə, sanki bunu burada çox rahatlaşdırıblar. Yazırıq ki, sadəcə olaraq elementin adı müraciət edirik və CSS. İndi burada gördüyünüz kimi CSS-i iki növdə gəldi bizə. Bir single, bir də multiple. Bu single və multiple hansı şəraitlərdə istifadə olunur? Əgər siz elementə sadəcə bir property verəcəksinizsə, onun üçün single-dan istifadə edəcəksiniz. Property deməkdən nə demək istəyirəm? Yəni, burada gördüyünüz bu font size özü bir property-dir. Yəni, property budur. Misal üçün, mən sadəcə olaraq bir elementin bir property əlavə edəcəm. Ona görə single-dan istifadə edirəm. İndi mən istəyirəm ki, bizim bu P tagine margin top 40 piksel verim. Bu property-ni əlavə edeyim. Bu zaman da bizim property adları yazdığımız zaman property'lərin adlarını buraya, qiymətlərini isə buraya yazırıq. Property adlarını yazarkən lakin bir şeyə diqqət etməyimiz gərəkir. Margin top, margin left, margin right, margin bottom, nə bilim padding falan. Yəni defislə yazılan property adları burada biraz fərqli yazılır. Burada siz defisdən istifadə etmirsiniz. Sadəcə olaraq tutaq ki, margin top normalda belə yazılır. Ancaq biz bunu burada defis yazmayacağıq. T-ni böyük hərflə yazacağıq. O-P-ni də bunu da böyüklə bu şəkildə yazacağıq. Əgər left olsaydı, normalda margin left bu şəkildə yazılır. Ancaq jQuery'də mən bunu bu şəkildə yazacağam. Bunu margin topla dəyişdim və value olaraq 40 piksel verirəm. Gördüyünüz kimi bizim elementin yuxarıdan məsafəsi 40 piksel oldu. İndi bunu mən artırsam eləsəm 80 piksel. Gördüyünüz kimi yuxarıdan məsafə 80 piksel olmuş oldu. İndi gəlin bunu multiple-da da istifadə edək. Multiple isə əgər birdən çox dəyər verirsinizsə, 2 və ya daha artıq. O zaman multiple-dan istifadə olunur. Yəni, burada default olaraq bizi 2 property göstərir. Mən buna virgül qoyub property 3 bu şəkildə əlavə edə bilərəm. Yəni, istədiyiniz qədər bunu əlavə edə bilərsiniz. İndi istəyirəm həm margin top 40 piksel olsun, həm də ki font size 50 piksel yazaq. Gördüyünüz kimi bu şəkildə bir görüntü almış oluruq. CSS metodu da bu şəkildə istifadə olunur. Daha sonra gəldik has class metoduna. Bunun üçün mən P-yə bir class əlavə edəcəm. Bu elə big font olsun. Bu has class bizə
ona göndərəcəyimiz klasın elementdə olub olmadığını bizə qaytarır. Bu dəyəri bizə qaytarır. Bunun üçün console log'dan istifadə edəcəm ki, true false oraya yazdırsın. Yazıram ki, P-yə müraciət edirəm. Yazıram has class big font. Yoxlayaq. Konsolu açaq. Gördüyünüz kimi bura true qaytarıb. Yəni ki, big font klası P-də var. Mən əgər bunu dəyişsəm eləsəm font klası big-də yoxdur. P-də yoxdur. Gördüyünüz kimi bizə bu false qaytardı. Bu da bunu müəyyən etməyə yardımcısı olur. Sonra height var. Height-lə siz elementə hündürlük verə bilərsiniz və yaxud da ki, onun olan hündürlüyünün qiymətini ala bilərsiniz. Bu nə şəkildə istifadə olunur? Gəlin bir div əlavə eləyək masamıza. Divin klası red olsun və redə bəzi xüsusiyyətlər verək style tərəfində. Misal üçün yazıram ki, red vidi 400 piksel, background'u da ki red olsun. Height'ini də indi JavaScript ilə verəcəyik. Bunun üçün elementə müraciət edirəm bu şəkildə. Yazıram ki, height mötərizənin arasında artıq dəyərimi daxil edirəm. Mən 400 piksel olmasını istəyirəm hündürlüyünün. Gördüyünüz kimi bura artıq 400-ün 400-ə qırmızı rəngli bir div ekrana çap olundu. Əgər bunun mən height'ini öyrənmək istəyirəmsə, götürsəm bunu yazdırsam konsola, o bizə height'i qaytaracaq. Bu şəkildə. İndi konsola baxaq. Təbii ki, bizə 0 dəyərini qaytaracaq. Çünki height'i 0'dır. Gəlsəm burada əgər CSS-də yazsam ki, height'i 400 piksel, bu bizə gördüyünüz kimi 400 dəyərini qaytardı. Bunun da işləməsi bu şəkildədir. Bir də width var. Width-lə də siz həmçinin o da height'in işləmə məntiqi ilə eynidir. Width-lə də siz elementin enini müəyyən edə bilərsiniz və yaxud da ki, enini bu şəkildə konsola yazdıra bilərsiniz. İstədiyiniz bir yerdə istifadə edə bilərsiniz onu. Width də bu şəkildə. İndi gəlir outer height və outer width. Bunları da izah eləyək. Outer height ilə outer width ümumiyyətlə elementin hündürlüyünün, yəni mən bir elementə margin vermişəm tutaq ki, bu zaman misal üçün deyək, elementin marjini də var, border'ı da var, bir də öz hündürlüyü var. Outer width verdiyiniz zaman bu həm marjini, həm də ki border'i işin hesabına, işin içərisinə qataraq hesablayır. Height bu şəkildə, width də elə həmin şəkildədir. O da marjini, border'i, bu tip yüksəklikləri də hesablayaraq sizə ümumi bir nəticə verir. Inner height ilə inner width isə daxili hündürlük, daxili n mənasını verir. Yəni ki, siz bunlardan istifadə etdiyiniz zaman inner height və inner width paddingi nəzərə alır, lakin onlar marjini və border'i nəzərə almırlar, hesablamırlar. Sonra offset var. Offsetdəki elementin məsafələrini hesablayır, boşluqlarını hesablayır. Yəni ki, nə mənada? Bunu biraz açaq. Mən tutaq ki, redin offsetini yazdırmaq istəyirəm. Yazıram ki, console ya da belə olsun. Var offset bərabərdir. Elementin burada çağırıram. Reddir bizim element. Yazıram ki, nöqtə offset. Bu şəkildə yazılır. İndi normalda bunun heç bir nəticəsi yoxdur. Mən buna console log desəm ki, offset.top bu zaman bizə 8 qaytaracaq. Yəni ki, mən burada neylədim? Offsetin içərisində bunun dəyərləri var. Bu dəyərlər topdur, leftdir, rightdir, bir də bottomdur. Bunlar sırası ilə deyirəm, yuxarıdan, aşağıdan, sağdan, soldan
məsafələri ölçməyimizə yarayır. Əgər mən bu redə margin top misal üçün 20 piksel versəm, o bizə 20 dəyərini qaytarmalıdır. 28 dəyərini qaytarmalıdır. Üzr istəyirəm, 20 dəyərini qaytardı. Margin top 20 versəm 20 dəyərini qaytarmalıdır. Gördüyünüz kimi də qaytardı. Yəni mən buna left verərək bunun soldan məsafəsini ölçə bilərəm. Gördüyünüz kimi 8 qaytardı. Right verərək sağdan məsafəsini ölçə bilərəm. Undefined verdi. Bunu da deyək nəyə görə? Çünki bu elementin sağ tərəfi sanki sonsuzluğa doğru gedir və bu müəyyən oluna bilmir. Ona görə undefined qaytardı bizə. Bottom-da yazsaq, o da bizə undefined qaytaracaq. Çünki o da yəni sonsuz şəkildə bu belə uzana bilər. Çünki bunun altında hər hansı bir element falan yoxdur. Sadəcə boş səhifədir, bodydir. Ona görə bu müəyyən edilmir. Bu da bu şəkildə. Offset bu şəkildə. Gəldik position-a. Position-dakı elementin mövqeyini müəyyən etməyimizə yarayır. Onu da həmçinin bottom, left, right və top kimi dəyərlərini yazdıra bilərəm. Top yazsam 0 yazdırdı mənə. Left yazsaq 8 yazdırdı. Bu da həmçinin bizim elementin yuxarıdan, soldan, sağdan, aşağıdan ümumiyyətlə hansı pozisiyada olduğunu bizə qaytarır. Mən buna right yazsam undefined qaytaracaq. Çünki bunu hal-hazırda müəyyən etmək mümkün deyil. Yəni undefined verirsə bir nəticə sizə, bu bilin ki tapılmır, müəyyən olunmur. Ona görə bu şəkildə verir. Əgər mən buna yazsam ki, əgər position absolute left 50 piksel və buna desəm ki position left, bu mənə gördüyünüz kimi 50 dəyərini qaytardı. Yəni ki, sola nəzərən 50-ci mövqedədir, 50-ci vahiddədir. Bu şəkildə bunu düşünə bilərsiniz. Bugünlük məndən bu qədər. Bu gün biz sizinlə CSS kateqoriyasında olan və bizə lazım olan metodları öyrəndik. API Documentation'da bu metodları CSS kateqoriyasında tapa bilərsiniz. Öyrəndiyimiz metodlar isə add-class, CSS, has-class, height, width, outer height, outer width, inner height, inner width, offset və position metodları oldu. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Gələn video dərsliyimizdə görüşənəcək.